İbadət əhliyəm mən özüm. Namaz qılıram 16 yaşımdan. İndi baxacaqlar ki, qeymidir, müğənnidir, belədir, elədir. Amma hər kəsin günahı da, səvabı da özünədir. Və istəyirəm həcc ziyarətinə gedim gələcəkdə. Hətta bir ara çarşabı belə çox düşünürdüm. Sonra fikirləşdim ki, ay Allah, mən bu qədər evimin hipotekası var, nə bilim ailə yükü üstümdədir. Güzel kızım. Allah kimseye taşıyamayacağından fazla yük vermez. Yaradan buyurur ki, sabır ve dua ile Allah'tan yardım isteyiniz. İnşallah Allah bir gün mənə yaxşı maddi imkan versə və ömür versə, həyatında çox qısalıb ömür versə, yaxşı bir maddi durumum olsa, biznesləydə olsam, nəsə bir gəlir yerim yaxşı olsa, istəyərəm çarşaba girim. Allah bizlere değiştiremeyeceğimiz şeyleri kabullenme gücü, değiştirebileceğimiz şeyleri değiştirme cesareti ve bu ikisi arasındaki farkı anlayabilme sağduyusu versin inşallah. İnşallah.